Bu ev bir seri tikilibdir, daha tikilməyəcəkdir. Təbrizin hər addımında bir tarix yatıb. Dalda gördüğünüz ev Əlfəolmol Cəlili Təbriz şəhərdarının evidir. Əlfəolmol evinin özünə xas memarlığı vardı və bunun tarixi Qacar dövrünün axırı və Pəhləvi dövrəsinin əvvəllərinə gedir. Bu evin qapısının görkəmli və ehtişamlı sərdəri vardı ki, Təbrizdə onun tayı yoxdur. Əlfəolmol Cəlilin evi Mirzə Rıza alanında yerləşibdir və Qərebağlılar məhəlləsinin və Mənsur Xiyavanının yaxınlığındadır. Əlfəolmol Təbrizin möhtərəm və mərdümsöyən şəxslərindən biri idi ki, 3 dövrə bu şəhrin şəhərdarı olubdu və çoxlu işlər ondan yadigar qalıbdı. Əlfəolmol Cəlili Təbrizdə 1313-də sel gəldiyindən sonra bir daha da şəhərdarı Təbriz oldu və bu selin qabağını almaq üçün 12 kilometr uzunluğunda Meydan çayının Utayb çayına sədd vurdu. O həmçinin sağ qabağı və şəhərdarı imarətini tikibdi ki, indi də görkəmli binalardan biridir. Mütəəssifanə 5-6 il bundan qabaq Əlfəolmol Cəlilinin evinin səqfi töküldü və indi elə bu vəziyyətdə qalıbdır. Həmşəhrilərin dərxastı ustandar, şəhərdar və Mudirkolli miras fərhəngidən budur ki, bu tarixi bənanı hifz eləyib və gələcək nəslə saxlasınlar.